لا إله إلا الله لا إله إلا الله لا إله إلا الله ما لنا رب سواه. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين. ألا لعنة الله على القوم الظالمين. لا حول ولا قوة إلا بالله العلي العظيم. Allah'ın salamı olsun siz əziz müsəlman bacı və qardaşlarımızın üzərinə. Allah'a şükürlər olsun ki bu günləri Allah bizlərə fürsət verdi və siz əzizlərimizin xidmətində dayanaq. İlk öncə sizə və özümə ilahi təqvaya riayət etməyi tövsiyə eləyirəm. Allah'tan istəyim də budur ki Allah bizləri elm yolunda sabit qədəm qərar versin inşallah. Allah'ın izniyle bugünkü mövzumuz inşallah ki ilahi elmlərdən danışacağıq. Və bu mövzuya daxil olmamışdan əvvəl ilk öncə bunu qeyd edeyim ki müsəlman gərək ağıllı ola, mömin gərək elmli ola. Həzrəti Peyğəmbər Səlavatıllah'dan belə bir hədis var ki cahil müsəlman safda olan, yəni qarşıda olan düşməndən təhlükəlidir. Yəni cahil müsəlman. Çünki müsəlman bizim dostumuzdur. Yəni bizim dostumuzun bizə vurduğu zərbəni qarşıda olan düşmən bizə vura bilməz. Cahil müsəlmana isə düşmən istədiyini dedizdirəcək, istədiyini qulaq asdıracaq və yaxud istədiyini elətdirəcək və cahil müsəlman öz gördüyünə inanacaq. Yəni bunda elm olmayacaq ki düzgün şəkildə düşünsün, düzgün şəkildə təfəkkür eləsin və düzgün şəkildə də qərar versin. Yəni cahil müsəlmanın İslamiyyətə və öz dininə, dinimizə, cəmiyyətə vurduğu zərbəni düşmən vura bilməz. Bu günləri isə Allah'ın izni ilə ilahi elmlərdən danışacağıq. O elmlərdən ki biz onları bilsək nicat taparıq və biz onları bilməsək, biz o elmlərdə cahil olsaq fəlakətə uğramış olarıq. Və belə bir şey də qeyd edeyim ki cəhalətin özü də iki yerə bölünür. Cahil qəsir var, cahil müqəssir var. Cahil qəsir o şəxslərdir ki onların səhət cəhətindən, şərait cəhətindən, imkan cəhətindən yəni eləyə bilmədilər ki bu elmi ələ gətirsinlər və öyrənsinlər. Bu şəxslər cahil qəsirdirlər. Yəni bu şəxslər müqəssir deyil. Və ikinci isə cahil müqəssirdir ki bu şəxslər imkan eləyə bilər ki səhhəti ələ gətirir ki bu elmləri öyrənsinlər, bu elmləri öyrətsinlər və yaxud öz həyatlarında bu elmləri belə deyim ki həyata keçirsinlər. Bu şəxslər ki buna riayət eləmirsə bunlar cahil müqəssirdir və müqəssir şəxslərdir. Bəs buradan belə bir sual ortaya gəlir ki bizlər hansı elmlərə daha çox öyrənməliyik və hansı elmlər bizim üçün vacibdir? Həzrəti Peyğəmbər Səlavatıllah'dan kitab Üsul-i Kafi kitabının 1-ci cildində belə bir hədis var ki böyük bir hədisdir. Mən qısa bir formatını danışacağım ki Həzrəti Peyğəmbər Səlavatullah ki məscidə daxil olur və görür ki səhabələr yığışıb bir nəfərin başına. Həzrət Peyğəmbər sual verir. Həzrət Peyğəmbər soruşur ki bu şəxs kimdir ki siz bu şəxsin başına yığışmısınız? Onlar cavabında deyirlər ağa ya Rəsulallah bu şəxs əlləmədir. Bu şəxs elmli şəxsdir, çox bilən şəxsdir. Ağa sual verir ki bu şəxsin elmi nəydən ibarətdir? Ağaya cavab verirlər ki ağa bu şəxs nəsəbşünasdır, yəni ərəbin 7 nəslini bilir, kimi desən onun atasını, babasını, ulu babalarını sayacaq və yaxud bu şəxs şairdir, bu şəxs tarixşünasdır. Ağa cavabında buyurur. Ağa buyurur ki düzdür ki bunlar elmdir və bu gözəldir, amma bunu biz bilməsək o qədər də ziyana düşmüş olmarıq. Və yaxud bu elmləri biz bilməklə də o qədər də ucalmırıq, o qədər də nicat tapmırıq biz. Həzrət Peyğəmbərdən sual verirlər ki ağa bəs elm hansılardır? Ağa buyurur ki innəməl elmu səlasətun. Elm 3 qismdir. Əvvəlinci qism
Ayetun muhkemetun birinci qism. Ayetun muhkemetun yəni bizim inanclarımız ki biz buna kəlam elmi də deyirik, əqaid elmi də deyirik. İkinci elm əffərizətun adiletun ki bu bizim şəri hökmlərimiz yəni əhkam elmidir ki şəriət elmləri. Və üçüncü də deyir ki əfsunnətun qaimə bu bizim əxlaqi elmlərimizdir ki bu üç elmi hər kəs bilə və əməl eləyə və örgədə bu şəxslər nicat tapmışlardandır. Amma ki kim ki bu üç elmi bilməsə, bu üç elmdən kənar düşsə, bu şəxslər fəlakətə uğrayan şəxslərdir. Yəni ayətun muhkəmətun ki bizim inanclarımızdır. İkinci isə bizim şəriətimiz idi, əffərizətun adilətun ki biz şəri hökmlərimizi bilməliyik. Biz bilməliyik ki belə deyim, biz bilməliyik ki namazlarımızı necə qılmalıyıq, namazlarımızda şəkkiyyət olsa və yaxud namazlarımızda səhv olsa və yaxud dəstəmazı necə almalıyıq, qüsulu necə almalıyıq, meyidimizi necə dəfn eləməliyik və bu kimi qismləri biz çox gözəl bilməliyik. Üçüncü isə bizim əxlaqi elmimiz idi ki bəzi vaxtlar bu əxlaqi elmə yüngül şəkildə yanaşılır. Amma Həzrəti Peyğəmbər Səlavatıllahdan belə bir hədisdir ki insanın bütün keyfiyyətlərini, hətta Allahın ona buyurduğu bütün vacibatları insan əməl eləyə, məsələn Firuiddin var da, onların hər birini sıfır kimi düzərik. Sıfır kimi. Deməli 10 dənə əgər təsəvvür eləyək, 10 dənə əgər sıfır düzülsə, bu sıfırların keyfiyyətli olmağından ötürü, dəyər tapmağından ötürü müsbət bir rəqəm yazılmalıdır qarşısına. Diqqət eləyin. Bu müsbət rəqəm əxlaqdır. Yəni insan namaz qılsın, oruç tutsun, xumus versin, zəkat versin və başqa keyfiyyətlər də olsun. Əgər insanın əxlaqı olmasa, o sıfırların dəyəri olmaz. Amma əgər ki insanın gözəl əxlaqı olsa, onun qarşısına yazılan müsbət rəqəmdir və o biri keyfiyyətlərdə dəyər tapacaq. Yəni əxlaq bu cür önəmli bir mövzudur. Belə deyim, birinci o ki ayətun muhkəmətun dedik ki bizim inanclarımızdır. Biz sual yaranır. Biz niyə görə Allah haqqında axtarış eləməliyik, Allah haqqında araşdırma aparmalıyıq? Burada 3 söhbətimi çalışdığım qədər qısa şəkildə belə deyim ki izah eləyirəm. İnanclarımız biz niyə görə Allah haqqında araşdırma aparmalıyıq? Buradan 3 dəlil ortaya çıxır ki, əvvəlinci dəlil dəf-i zərəri muhtəməldir. Yəni ehtiyat olunmuş zərərin qarşısının alınmasıdır. Ki biz məsələn bir qeyri-müsəlman kimi danışsaq, bir kafir kimi danışsaq, Allahı tanımayan bir şəxs kimi danışsaq, bu günləri bütün dünyavi tarixlərdə yazılır ki, Muhammed adında bir şəxs gəlib, peyğəmbər kimi qəbul etməsələr belə. İsa adında, Musa adında bir şəxs gəlib, özünü peyğəmbər adlandırıb, qarşılığında cəmaatdan heç nə istəməyib, heç bir muzd istəməyiblər və tək olan Allaha iman gətirməklərini istəyib və gətirilmədiyi təqdirdə də onları cəhənnəm odu ilə, yanar bir odla qorxuzub. Və tarixdə də baxılır ki, məsələn dünya tarixində kafirlər də deyir ki, Muhammed əmin şəxs olub. Yəni etibar olunmuş, sözünə və özünə etibar olunmuş şəxs olub və o biri peyğəmbərlər də. Deməli biz buradan ehtimal eləyirik ki, biz araşdırma aparmasaq, araşdırma aparmaq bizə ona görə vacibdir. Daha biz araşdırma aparmasaq birdən gedərik, birdən səhv yolla gedərik və sonumuz cəhənnəmə düşər. Sonumuz səhv yol gedər. Bu qədər ki 50 il, 60 il yaşayırıq, bu bərbad olar. Məsələn belə bir misal verim də, tutaq ki bir uşaq gəlib atasına və anasına desə ki, bizim üzr istəyirəm yatdığımız otaqda bir əqrəb gördüm və yaxud bir böğ gördüm. Valideyn laqeyd şəkildə yanaşmayacaq ki, gedib o formada da yerində rahat yatmayacaq ki. Ən azından uşaq belə desə gedib araşdıracaq.
Yəni ehtimal olunan zərərin qarşısını alacaq. Biz də bugünkü gündə ehtimal olunan zərər ki var ki, tarixdə Muhammed adında, Musa adında şəxs gəlib bizi cəhənnəmlə qorxuzub və qarşılığında bizdən heç nə istəməyib, sözündə də ədalətli və adil şəxs olub, gəlib tək Allahı cəmaata çatdırıb. Deməli biz kafir belə olsaq, ağıllı kafir olsaq, biz düzgün şəkildə araşdırma aparıb haqqa çatmalıyıq. İkinci vacib isə vücubi şükri munimdir. Birinci dəf-i zərər muhtəməl idi. İkinci vacibət vücubi şükri munimdir. Yəni bizə verilən nemətlərə şükr eləmək lazımdır. Yəni bizə verilən neməti ki, kim verib, onun haqqında araşdırma aparıb tapmaq lazımdır. Məsələn, mən qeyri bir müsəlman kimi dünyaya gəlmişəm. Mən baxıram ki, üzr istəyirəm, mən bütün mənə bəxş olunan və sunulan nemətləri ana bətnindən özümlə gətirməmişəm ki. Xeyr, mənə valideyn neməti verilib, mənə ruzi verilib, qaldığım yer verilib, o qədər nemətlər verilib, sağlamlıq verilib, sağlam əzalar verilib. Bəs bunları verən kimdir? Bunlar axı öz-özünə peyd ola bilməz. Deməli, mənim boynumda bir vəzifədir ki, bunlar haqqında araşdırma aparam, axtarış eləyəm və tapam ki, bu nemətləri mənə verən kimdir? Yəni bu nemətləri mənə verən var və tapmalıyam və ona layiqincə ibadət və itaət etməliyəm. Yəni Allah haqqında araşdırma aparmağın ikinci vacibi şərti idi bu. Və Allah haqqında araşdırma aparmağın üçüncü vacibi şərti budur ki, hər bir insan, hər bir bəndə düşünməlidir ki, biz hardan gəlmişik, biz harda yaşayırıq və biz hara gedəcəyik. Yəni biz bu günlərə hardan gəlmişik fikirləşsək və tapsaq, Allahı taparıq. Çünki bir gör bizi yoxdan xəlq eləyən var. Allah Quranda nə deyir? Xalaqal insana min nutfə. Allah insanı nütfədən yaratdı. Fə izə huve xasimun mubin. O isə az şükür edir, az təşəkkür edir. O isə naşükürlük edir və harda yaşayıram? Mənim bu gün fikirləşsəm ki, harda yaşayıram və nəyə görə yaşayıram? Biz bu dünyaya yeyib, içib, yatmağa görə gəlməmişik ki. Bizim vəzifələrimiz var və hara gedəcəyimi fikirləşsək, bu günləri insan qiyamətə çatar. Bu günləri yəqinə çatar ki, bərzəx var, cənnət var, cəhənnəm var və rəcət var. Biz dünyamızı dəyişəndən sonra yenidən qayıdış var. Bunlar bizə agah olar. Və bu nəinki qeyri-müsəlmanlara, hətta müsəlmanlara da vacibdir ki, Allah haqqında araşdırma aparsın. Yəni bugün əqaid elmi təqlid üzündən ola bilməz. Yəni Allaha inamımız və inancımız təqlid üzündən, yəni kiminsə sözü ilə ola bilməz. Biz buna iman gətirməliyik. Öz əqlimizlə burada arxain olmalıyıq ki, Allah var və bizə hər bir şeyi verən Allahdır. Yəni belə ola bilməz ki, mənim atam müsəlman idi, mən də müsəlman olum. Mənim babam müsəlman idi, mən də müsəlman olum. Bu təqlid üzündəndir və yanlış üzündəndir. Ona görə biz araşdırma aparmalıyıq, müsəlmançılığımızın sütununu bərkitməliyik və bu kimi məsələlərdə daha diqqətli olmalıyıq. Allahın izni ilə bugünkü mövzumuz